iştirakçıları, hörmətli qonaqlar, hamınızı ürəkdən salamlayır və Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş Aləmdə Səsim Var Mənim adlı ədəbi bədii tədbirimizə xoş gəlmisiniz deyirik. Əziz iştirakçılar, bugün hər birimiz büyük bir gururla, büyük bir sevinçle diyebilirik ki biz azad, müstakil bir diyarda yaşayırıq. Bizim Azerbaycan adlı güzel bir memleketimiz var. Ama yurdumuzu emanet ettiğimiz genç nesle bu diyarın varislerine döne hatırlatmalıyıq ki vətən yalnız bereketli torpaklardan, durma gözlü bulaklardan, mavi göllerden, coşkun çaylardan ibaret değil. Bu torpak medeniyeti, tarihi, edebiyatı, dili, adet-ənənəsi ve tarihte silinmez izler koymuş sanatkarlarıyla birlikte vətəndir. Elə bu fikri təsdiqləmək için, bu zenginlikleri yaşatmak için bu tədbiri keçirməyi bir ziyalı kimi özümüze borç bilirik. Qəbul ettiğimiz bu gəlinli gedimli dünyada insan talihləri müxtəlif olur. Bəzi adamlar 10 illərdə ömür sürüp yaşasalar da onların adları, əməlləri bir kənd, bir şəhər hüdudundan kənara çıxa bilmir. Adam var ki, onun əməlləri, onun əzəməti, onun böyüklüyü uçsuz bucaksız sərhədləri aşarak hem onun özüne, hem eline, hem obasına, hem halkına şərəf gətirir. Zaman geçir, o yaşayır. Bile ömür yaşayanlardan biri de 19. əsrdə yazıp yaratmış şair, müəllim, tərcüməçi, publisist, təskirəçi kimi tanınan Seyid Əzim Şirvanidir. Ecazkar qəzəlləri, kəskin satiraları, əxlaqi didaktik əsərləriyle şair neçə illərdir ki sevilə-sevilə oxunur. Xüsusilə qəzəlləri musiqilərə köçür. İnsan qəlbinə bir tərabət, insan ruhuna güzel duygular bəxş edir. Mən elə bilirdim ki, mənə yar olacaqsan, aləmdə mənə yari vəfadar olacaqsan deyən şair əlbəttə heç vaxt unudulmaz. İlk sözü musiqiyə verdik. Buyurun. Şəhərimizin görkəmli sənətkarları, musiqilər Məzahir müəllim və Elşad müəllim. Buyurun. Oh
Fasilova Nurdan əlinə davam etdirəcək. O, Seyid Əzim Şirvaninin həyat və yaratıcılığı haqqında danışacaq. Buyurun mənim. Hörmətli tədbir iştirakçıları, əziz ədəbiyyat sevərlər, bugün biz Azərbaycan ədəbiyyatının nurlu simalarından biri, maarifçilik ideyalarının daşıyıcısı, istedadlı şair və pedagog Seyid Əzim Şirvaninin 190 illik yubileyini böyük qürur hissi ilə qeyd edirik. Zamanın dərin qatlarından gələn bir səs var. Bu səs haqqın, ədalətin, elmin, maarifin səsidir. Bu səs xalqın qaranlıq içindən işraqlardığı bir dövrdə eşidildi. Bu səsin sahibi haqqın, elmin, sözün, düşüncənin carçısı Seyid Əzim Şirvani idi. Seyid Əzim Şirvani, Şirvan torpağının parlaq söz ustalarından biri olaraq 19-cu əsrin poeziya səmasından doğan parlaq bir ulduz idi. Seyid Əzim, Seyid Məhəmmədoğlu Cəfərzadə 1835-ci ildə Azərbaycanın şeir sənət ocağı olan Şamaxı şəhərində dindar mühitdə bir xadimin ailəsində dünyaya göz açdı. Uşaqlıq illəri bir o qədər də fərəhlik etmədi. Lap kiçikliyindən Tanrı ona istedad, fərasət, qabiliyyət bağışladı. Amma uşaqlıq illərindən başlayaraq ta ömrünün sonuna qədər ağrılar, acılar, nisbirlər də daim onu müşahidə etdi. 7 yaşındaykən atasını itirən Seyid Əzim anasının himayəsində böyüdü. Daha sonra Dağıstanda hakimlik edən ana babası Molla Hüseyin onu yanına apararaq düz 11 il təlim tərbiyəsi ilə məşğul olmuşdu. Ərəb-fars dillərini mükəmməl öyrənən, şərq poeziyasına böyük maraq göstərən Seyid Əzim 1856-cı ildə ali ruhani təhsili almaq üçün İraqa, əvvəlcə Bağdad və Nəcəfə, daha sonra Suriyanın Şam şəhərində yollanır. Burada dini təhsillə yanaşı Seyid Əzim həm də dünyəvi elmlərə böyük maraq göstərdi. Elmin dərinliklərinə baş vurduqca Seyid Əzimin həyata baxışı dəyişdi. Düşüncə dünyası yeriləndi. Həyat yolu isə tamamilə fərqli bir istiqamət aldı. Seyid Əzim dini təhsil alsa da, amma heç bir zaman ruhanilik etmədi. Ömrünün sonuna qədər müəllimliklə məşğul oldu. Özünün də dediyi kimi, məscid yolunu tərk edib məktəb yolunu tutdu. O anlayırdı ki, xalqın qurtuluşu mollaxanada deyil, xalqın qurtuluşu məktəbdədir, elmdədir. Onun 1869-cu ildə açdığı yeni üsullu məktəb o dövr üçün bir yeni bir inqilab idi. Çünki bu məktəbdə digər məktəblərdən fərqli olaraq dini fanatizmdən uzaq dünyəvi elmlər tədris olunurdu. Bu məktəbdə dua yox düşüncə, bu məktəbdə qorxu yox ümid, bu məktəbdə kör itayət yox. Kör itayət yox. Seyid Əzim 1877-ci ildə Şamaxı məktəbində Azərbaycan dili və şəriət müəllimi kimi çalışdı. Burada şagirdlərə yeni ruhlu şeirlər oxuduğuna görə daim təqiblərlə üzləşdi. 1879-cu ildə siyasi cəhətdən şübhəli bilinən bir müəllim kimi işdən uzaqlaşdırıldı. Seyid Əzim öz haqqını müdafiə etmək üçün ta Tiflislərə qədər dolandı. Öz haqqını bərpa edib, yenidən öz vəzifəsinə qayıtdı. Seyid Əzim Şirvanın bağından doğan söz güneşi idi. Seyid Əzim ürəklərə işıq salan, qaranlığa qənim kəsilən bir qələm sahibi idi. Bir dövrdə ki, cahil şah haqqında oturulmuşdu, bir zamanda ki, haqq susturulmuşdu,
Seyid Əzim gələnə qılınc kimi sarıldı. Haqq dedi, elm dedi, ədalət dedi, insanlıq dedi. Cəhalətdir, qara zülmət, elm isə bir nurlu qəmbər. Cahil olan heç bilməz ki, insanlığın yolu hardan. Elmsiz adam, meyvəsiz ağaca bənzər deyən şair, marifi bir nur, elmi isə həyatın ən böyük sərvəti hesab edirdi. İnsanın ən böyük zinəti elmdir, ürfandır. Əgər bir xalq elmə sarılmırsa, o xalqın sabahı yoxdur, deyirdi şair. Seyid Əzim Şirvaniyə görə cəmiyyətin tərəqqisi və insanın kamilliyi yalnız elm və maariflə mümkündür. Bugün biz Seyid Əzim Şirvaninin sadəcə yubileyini xatırlamırıq. Biz bir ömrü, bir missiyanı, bir maarif mübarizəsini yaşadırıq. Ömrünü maarifin səslənməsinə, millətin oyanışına həsr edən Seyid Əzim 1888-ci ildə vəfat etsə də, adı tarixdə, izi ürəklərdə qalan bir şəxsiyyət oldu. Şair şeirləri zamanın içindən keçərək bugünə çatır və bizə deyir: elm, düşüncə, haqq yolundan dönmə. Gəlin bu fikrin böyüklüyünü, bu sözün qüdrətini heç bir zaman unutmayaq. Onun qarşısında başayaq. Sözə, elmə, azad düşüncəyə başayaq. Gəlinizə görün. Sözü şagirdlərimizə verdik. Onlar Seyid Əzim Şirvani irsində nümunələr söyləyəcəklər. Buyursunlar Qara Məryəm Tan, orta məktəbin 8-ci sinif şagirdi Rızay Qazayla, Malışlı kənd orta məktəbinin şagirdi Aydınov Murad. Canan yoluna verməyə mən can yenə gəldim. Bu kərvan olmağa qurban yenə gəldim. Bir gəlmişdim verməyə can olmadı qismət. Getdim dolanıb bir dəfə ey can yenə gəldim. Dərman dedilər dərin hanimə gəl.
Sözü 6 sayılı tam orta məktəbin 8-ci sinif şagirdi Şeylov Nişata verir. Buyurun lütfen. Thank you.
Bir həqiqətlə deməliyik ki, 100 sərvi xuraman olsa könlüm səni istər. 100 bağı gül olsa könlüm səni istər. Deyərək ürəklərə yol tapan, qəzəb ustadı kimi şöhrət qazanan Seyid Əzim Şirvani dövrünün riyakarlığına, haqsızlığına, öz başlarına qarşı heç vaxt biganə qalmamış, xalqın başına min bəla gətirən sahib ixtiyarları cəsarətlə tənqid etmiş, satiralar ilə Azərbaycan ədəbiyyatının inkişaf tarixində müstəsna yer tutmuşdur. Şairin satiralar haqqında danışmaq üçün sözü şəhər 7 saylı tam orta məktəbi müəllimi, tanınmış jurnalist, şair, müəllim Abil Kəngəliyə sözü. Buyurun müəllim. Salamlayıram. Seyid Əzim Şirvani Azərbaycan poeziyasında, Azərbaycan ədəbiyyatında elə bir yüksək səviyyədədir ki, onun haqqında günlərlə, həftələrlə danışmaq olar. Lakin vaxtı və havanın temperaturunu nəzərə alıb çalışacağım ki, qısa məlumat verim. 19-cu əsr Azərbaycan ədəbiyyatında yazır yaradanlar içərisində Seyid Əzim Şirvani mühüm yer tutur. Onun yaradıcılığının mühüm hissəsini lirik şeirlər təşkil edir. Lakin mənim ruhuma daha yaxın olan onun satiralarıdır və bu satiralarında Seyid Əzim rüşvətxor məmurları, çar üsul idarəsində olan insanları, xalqı çatıb talayan bəyləri, mülkədarları və müstəmləkəçilik ənənələrini yaşadıran və buna qul olan şəxsləri tənqid edirdi. Onun yaradıcılığında satiranın öz yeri var, öz dəstəxətti var. Bəzən bu satiralarında din xadimlərini tənqid etdiyinə görə bəzi adamlar Seyid Əzim Şirvani dinsiz, imansız hesab edirlər. Lakin Seyid Əzim Şirvani özü dini təhsil almışdır. O Allaha da, Peyğəmbərə də, Peyğəmbər əhl-i beytinə də bağlı bir insan idi. Lakin din adı altında möhümatı, fanatizmi, dini zorakılığı, cəhaləti yayanlara qarşı çıxırdı. Bu cəhalət müsəlman aləmini, şərq dünyasını inkişafdan hər zaman qoyub. Bu cəhalət 14-cü əsrdə Nəsibinin dərsini soydu. Bu cəhalət 16-cı əsrdə Məhəmməd Füzulinin salamını almadı, 9 akça pulunu mənimsədi. Bu cəhalət Molla Pənah Vaqifin boynunu vurdu. Bu cəhalət Abbasqulu Ağa Bakıxanovu vətəndən didərini saldı. Bu cəhalət bizə tanıdan demək Mirzə Cəlili, Həsən bəy Zərdabini, Mirzə Fətəli Axundzadəni dinsiz, imansız, kafir elan etdi. Mirzə Fətəlinin nəşini yerdə qoydu. Məhəmməd Hadini öz şeirlərini satmağa vadar elədi. Və belə bir mühitdə yaşayan və dini təhsil alıb Azərbaycana, vətənə qayıdan Seyid Əzim Şirvanda, Şamaxıda rastlaşdıqları ilə barışa bilmirdi. O, həqiqi dini təhsil almışdı, eyni zamanda dünyavi elmləri gözəl bilirdi. Lakin müctəhid adı ilə dini fanatizmi yayan, məzhəblər arasında qızışdırıcılıq mövqeyi yaradan, İslam ümmətini parçalayan yalancı fırıldaq dindarlara qarşı çıxırdı. Köpəklərə ehsan verənlər, Allaha rüşvət verənlər və bunları satira ateşinə tuturdu. Və deyirdi ki, hər vilayətdə var 5-10 kəsəbə, 50 min seyyid-ü axund tələbə.
50 dərviş, 50 mərziyaxan, hamısının sözü tamam yalan. Hamısının fikri xalqı soymaqdır, quru yurtda bu xalqı qoymaqdır. Bəli, o xalqı ayıldırdı. O cəmiyyəti elmə, maarifə, mədəniyyətə, əxlaqa, mənəviyyata səsləyirdi. Və öz oğluna da xitabən deyirdi ki, xasə o Rus elminə talib. Nəyə görə? Çünki həmən vaxtı biz Rus əsarətindəyik. Və oğluna deyir ki, bunları bilməsək dil əlacımız yoxdur. Və öyrənməliyik və bizim başımıza gətirilənləri bilməliyik. Lakin, təbii ki, bu cahillər elə bir qaranlıqdan bizi aydınlığa işığa çıxardan belə bir dahi insanı məhv elədilər. Və harada? Məsciddə. 1888-ci ildə və bu cür dahi insan məsciddə riyakar din xalibləri tərəfindən qətlə yedirildi. Ona görə ki, o Azərbaycan xalqını mövhumatdan, fanatizmdən uzaqlaşdırırdı. Amma buna baxmayaraq o özü də deyirdi, möhdü cismani ilə sanma mənim ölməyimi, Seyyida, ölmərəm, aləmdə səsin var mənim. Bəli, Seyyid Əzim, nə qədər ki Azərbaycan var, nə qədər Azərbaycan xalqı var, nə qədər Azərbaycan poeziyası var, Seyyid Əzim yaşayacaq və onu tədqiq edənlər, alimlər, tədqiqatçılar araşdırırlar. Düzdür, onun şeirlərindən bir hissəsini vaxtı ilə Salman Mümtaz araşdırmışdır. Salman Mümtaz da həbs edilərkən onun 270-dən artıq əl yazması yandırılır. Amma buna baxmayaraq əlimizdə olanlar da Seyyid Əzimin nə qədər dahi bir insan olduğunu bizə çatdırır. Ruhu şad olsun, Allah rəhmət eləsin. Bugünkü tədbiri təşkil edənlərə, başda Səhniyar müəllim olmaqla minnətdarlığımı bildirirəm. Mənə söz verdiyiniz üçün də çox sağ olun. Təşəkkür ederim. Şagirdlərimizə veririk, onlar Şirvani irsindən nümunələr söyləsin. Buyursun 6 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Həsən Vafidan. Malışlı tam orta məktəbin 6-cı sinif şagirdi Aydınova Dəniz. Bir gün içrə, üzürdü bir yekə qaz. Özünü fəxr edib uzaqdı boğaz. Dedi, mən bir əcibəcür quşam. 3 hünər var məndə, xeyli xoşam. 3 alam göydə, həm suda üzərəm. Quru yerdə boyun çəkib gəzərəm. Bəs mənəm quşların şahənşahı. Dur, nə oldu bu nəqlin agahı? Dedi, axmaqlığında yoxdur şək, qamətindir biraz, əqli gödək. Göydə tərvan tey uçmağın varmı? Yamaral kimi qaçmağın varmı? Bir balıq tey üzər misən suda? Nədir bu göftüyü bihudə? Qaz utandı bu gövdə dırnadən. Vaqif ol bu mənadən. Yəni bir elmə daim ol talib. Kişi bir sənətə qalar xalis. Çoxları meyl edən qalar naqis. Bir çoban rast gəldi mollaya, görcəyim düşdü özgə sövdaya. Kəsdi o mollanın qabağını, qovzadı şəsti ilə çomağını. Dedi, ey möftü mərc əsbabi, əhli təsviri mərdi qullabi. Dəli şeytan deyil bir deyənək, mollanın zolla başına zirək. Dedi molla ki, ey çobani dəğər, dəli şeytan sözünə etmə əməl. Adəmi o çıxartdı cənnətdən, qıldı məhrum nazi neymətdən. Əhli təsviridir o şumuləyin, həq buyurdu, ləkün ədövvü mübinə. Tul qəflətən içsinə beylə. Dedi şeytan yenə deyir ki mana, eylə mollaya 2 quzu əta. Çün eşitdi quzu adın molla, dedi əhsən bu qövrəməm xuda.
Gah bir bax sözünə şeytanın, ta ki rahat ola deyil canın. Seyyida, sən də gərçi molla sən, özünü etmə böylə rüsva sən. Olma təmmal, get qənaət qıl, nəfsi şeytanıvı məlamət qıl. İmtihanxanədir səray sənt, bu temismatda nihandır gənc. Seyid Əzim Şirvani incə zövq sahibi olmuşdur. O musiqiyə dərin bir fəlsəfə, sirli bir dünya kimi baxmışdır. Elə buna görə də Gülş müxəmməsini yazmışdır. Sanki şair bu şeiriyle insanların yalanlığı gündə musiqiden güc aldığını, ona kapıldığını, en qəmli günlerde, en sevinçli günlerde musiqiyle oturup durduğunu bizlere hatırlatmak istemiştir. Gülşdür. Ey ki bilirsən özünü vaqif-ikar, agah ol, görkün nədir, nali-ney, nəğli-tar. Nedir o kuş yolan çübülə bu nali-izar, ki sedasından onun gayret olur sərri qarar. Açma sən pərdəni, hər pərdədə var 100 əsrar. Söz yenə də musiqinin, buyurun eşitmək.
Şirvani yaratıcılığında mənzum hekayələr, əxlaqi didaktik şeirlər xüsusilə yer tutur. Şeirlərin çoxunda şair oğlu Cəfərə müraciət etsə də, dövrün bütün gənclərlə üst tutmuş, məktəb, təhsil, tərbiyə məsələsinin aktuallığını həmişə nəzərdə saxlamışdır. Ey oğul, bil ki Adəm-i bikar, xışt olan bir odundur, layiq inar. Bunu bizdən deyirlər əqdəm, sənəti olmayan deyil aləm. İndi isə çıxış üçün sözü Kürdəniş kənd tam orta məktəbin müəllimi Xəlilova Aygün müəlliməyə söz verilir. O Seyid Əzim Şirvaninin mənzum hekayələri haqqında danışacaq. Buyurun müəllim. Mənzum hekayələri açıq şeylərdən mümkün qədər az bir müddətdə onun hekayələrini, təmsillərini təhlil verməyə çalışacağım. Deməli, 19-cu əsr Azərbaycan ədəbiyyatını tarixi dövrlər üzrə qruplaşdıranda biz 19-cu əsri ümumilikdə maarifçi realizm dövrü kimi xarakterizə edirik. Mən Seyid Əzim də bu dövrün görkəmli mütəfəkkir sənətkarlarından biriydim. Seyid Əzim bütün ömrü pedaqoji fəaliyyətə həsr etmişdir və onun uşaqların xüsusilə də məktəbdə tədris etmək üçün yazdığı 3 dərslik müəllifidir. Bunu xüsusilə qeyd etmək lazımdır və haqqında danışdığım mənzum hekayələr və təmsillər də məhz onun bu dərsliklərində öz əksini tapmışdır. Bu dərsliklər deməli Əhval-i Ənbiya, Rəbül Ətfal və Tacül Kütub dərslikləridir, məcmuələri. Rəbül Ətfalın maraqlı quruluş xüsusiyyəti var. Deməli, bu əsərdə əvvəlcə hər bir bölmə oğluna müraciətlə başladığı öyüd və nəsihətlərlə başlanır və bu əsəri, öyüd nəsihətləri bir tamamlayan mənzum və hekayə və təmsillər verilir. Bunların hər biri, mənzum hekayə və təmsillərinin hər biri özünün orijinal süjet və kompozisiya xüsusiyyətlərinə malik olan bitkin əsərləri idi. Seyid Əzimin mənzum hekayələrinin sayı 100-dən artıq. Bu hekayələri Azərbaycan xalq nağıllarından, rəvayətlərdən, Molla Nəsrəddin lətifələrindən istifadə yolu ilə yazmışdır. Eyni zamanda da mənzum hekayələrində Azərbaycan və Fars klassiklərinin əsərlərindən etdiyi tərcümə və iqtibaslar da var. Burada bir şey unutmaq lazım deyil ki, Seyid Əzimin tərcümə dedikdə, burada əsasən biz sərbəst tərcümələr nəzərdə tutulur. Hərfi adi tərcümədən təbii ki, sərbəst tərcümə fərqlənirdi. Bunu ədəbiyyatçılar daha gözəl bilir. Sərbəst tərcümə odur ki, burada şairin eyni zamanda özünün də orijinal fikirlərinə və misralarına rast gəlmək olurdu. Deməli, Seyid Əzimin Sədinin Gülüstan və Bustan əsərindən, Nizami Gəncəvinin Sirlər Xəzinəsindən, eyni zamanda İqbalnamədən, Fars ədəbiyyatından da eyni zamanda Zinət-ül Məcalis kitabından, Cami təmsil əsərindən də etdiyi tərcümə və iqtibasları da vardır. Seyid Əzimin mənzum hekayələri, təmsilləri mövzu cəhətdən çox rəngarəngdir. Burada əsas mövzu ruhaniliyin tənqidi, kəndlərin hüquqsuzluğu, qadın əsarəti, pulun cəmiyyətdəki rolu və sair məsələləri xüsusilə qeyd etmək lazımdır. Və bütün bu məsələləri birləşdirən vahid bir məsələ vardı Seyid Əzimin əsərlərində. O da maarifsizliyin, savadsızlığın törətdiyi acı nəticələr idi. Və bu hekayələrdə özünü qabarıq şəkildə göstərən bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, Seyid Əzimin mənzum hekayələrində satira və didaktika paralel surətdə öz əksini tapır. Bəzi mənbələrdə biz bu Seyid Əzimin yaradıcılığının tədqiqatına həsr edilmiş əsərlərdə baxanda görürük ki, bəzi hekayələr satirik qismində qeyd olunur, bəziləri didaktika, adi hekayə kimi götürülsə də, burada hər bir hekayələr əslində mənzum hekayələrdir və burada həm didaktika, öyüd nəsihət, eyni zamanda da satira paralel surətdə öz əksini tapmışdır. Seyid Əzimin xüsusilə Əkinci və Xan adlı bir mənzum hekayəsinin mövzusunu xüsusilə qeyd etmək istəyərəm. Burada kəndlərin hüquqsuzluğu məsələsi göz önünə sərgilənir. Amma bunu da yaradan əsas səbəb təbii ki, maarifsizliyin,
savadsızlığın göstəricisi idi ki, yəni kəndlərin, xanların, bəylərin, ağaları altında bu qədər əzilməsinin səbəbində də məhz bu faktordur. Bayaq da qeyd etdiyimiz kimi, ruhaniliyin iç yüzünü göstərən, ruhaniləri tənqid edən əsərlər onun yaradıcılığında mənzum hekayələrində də xüsusi bir qismi təşkil edir. Ruhanilik mövzusunda yazılan bu mənzum hekayələri biz iki qismə ayıra bilərik. Birincisi, ruhanilərin acgözlüyünü, tamahkarlığını göstərən, dini şəriəti alver vasitəsinə çevirən mənzum hekayələrdir. İkinci bir qism hekayələr isə ruhanilik təhsilinin artıq dövrün tələblərinə uyğun gəlmədiyini, müasir elmlərlə səsləşə bilmədiyini göstərən hekayələrdir. Bu hekayələrə misal olaraq ruhanilik təhsili, müstəhidin təhsildən qayıtması, elmsiz alim və s. nümunə göstərə bilərik. Seyid Əzmin mənzum hekayələri hamısı məsnəvi formasında, təbii ki, bütün əsərləri əruz vəznində yalnız yazılmışdır və məsnəvi formasındadır. Məsnəvi forması da təbii ki, elə bir formadır ki, hər bir beyt öz aralarında qafiyələndiyi üçün şairə də öz fikirlərini tam sərbəst, geniş şəkildə ifadə etmək imkanı verirdi. Başqa quruluş xüsusiyyətləri haqqında həm də onu da qeyd edək ki, mənzum hekayələrin bir qismində bəzən dialoqa, mükaləməyə də rast gələ bilir. Digər hekayələr isə, qrup hekayələr onun mənsub hekayələridir. Mənsub hekayələri haqqında əsas toplandığı məcmuə Tacül-Kütub dərsliyidir. Burada 50 miniatür nəsl əsəri diqqətimizi cəlb edir və bunları da yenə bir şey qeyd edək ki, Seyid Əzim bütün ömrünü pedaqoji fəaliyyətə həsr etmiş bir müəllim idi. Və bu dərsliyin də əsas mündəricəsini, əsas ideyasını əxlaqi etik dəyərlərin təbliği, şagirdlərdə ümumbəşəri ideyaların formalaşdırılması təbii ki, təşkil edir. Və xüsusi bir qism hekayələr də vardır ki, bu Tacül-Kütub dərsliyində burada deməli tarixi şəxsiyyətlərin, xüsusən də tarixi əfsanəvi, real şəxsiyyətlərin, əsas bu hekayələrin qəhrəmanları kimi çıxış edirdi. Və İskəndərin, Nurşiravanın, onun vəziri Büzürgü Mehir, Harun Ər-Rəşid bu hekayələrinin əsas qəhrəmanları idi. Azərbaycan ədəbiyyatında təmsilçilik eləməsi isə Bakıxanov, Qasım bəy Zakir xətti ilə başlayır və Seyid Əzim Şirvari yaradıcılığında da bu uğurla davam etdirilmişdir. Eyni mövzu cəhətdən təmsillərində də biz eyni mövzunu görə bilirik. Bayaq vurguladığımız kimi yaddan çıxarmayaq ki, bu təmsillər də eyni mövzuda orta məktəb dərsliklərində istifadə edilmək üçün nəzərdə tutulmuş əsərlər idi. Təmsillərində də misal olarak veya şagirdlərimizin çıxışında da var idi. Bu qaz və durna təmsili, sıçan və pişik təmsilləridir ki, aslan və iki öküz. Xeyli sayda təmsil də vardı ki, onlara da nümunə göstərmək olar. Yenə də bu təmsillərin də əsas mövzusu birlik, həmbəylik, sənətin yalnız bir sahəsində püxtələşmək ideyası irəli sürülür. Qaz və durna təmsilində məsələn əsərin ideyası kimi oxuduqca gözümüzün qabağında Nizami Gəncəvin oğlu Məhəmmədə nəsihət şeiri canlanır. Çünki ideyalar oradakı fikirlərdə yenə üst-üstə düşür. Kamil bir talantı olsa da insan yaxşıdır, yarımçıq papaqçılıqdan. Seyid Əzmin ümumən təmsilləri, həm də öğüt və nəsihətləri, mənzum hekayələri, bunların dili müqayisə etdikcə lirik əsərləri ilə bunlar daha sadə edilir. Və bu da onların realist məzmun daşımasından irəli gəlirdi. Seyid Əzmin yaradıcılığında yeni bir forma icad etməmişdi, yeni bir janr ədəbiyyatımıza gətirməmişdi. Amma bu gəlib janrlara yeni bir nəfəs vermişdi. Mövzu cəhətdən onları o qədər rəngarəngləşdirmiş, mükəmməlləşdirmişdi ki, obrazlı şəkildə desək, Seyid Əzim köhnə dünyanın son, yeni dünyanın ilk sənətkarı olmağı bacarmışdır. Diqqətinizə görə təşəkkür ederim. Yine de şagirdlerimize verilir. Şehir 6 sayılı tam orta mektebin 7. sınıf şagirdi Tatlıklı Elnur.
şehir bir sayılı tam orta mektebi 8. sınıf şagirdi Abbası Aytaç. Buyursun öz şiirlerini söylesinler. Ey nur edildi ey seyir, Gönçe-i növrəsində ey seyir, İttifak ilə, dost ilə hər an, İttifak ilə əmir olur asan. Dəhrində etmə iftiraqa həvəs, İttifak ilə kəslər olmuş kəs. Vardır, vardır ey baqi ömrümün şəcəri, İttifak etməyin gözəl səməri. İttifak eyləyəndə 5 barmaq, xeyli asandır bir şeyi tutmaq. Yoxdur, yoxdur ey sərvərim tək əldə səda. İttifak ilədir sürur-i səfa. Edəsən cuş, gəl bu timsali, səni bir cümlə eyləyər hali. Ey oğul, xəlqə söyləmə böhtan, yaxşıya yaxşı ol, yamana yaman. Demə bu kafir ol müsəlmandır, hər kimin elmi var, o insandır. Sənə hər kimsə elm edər təlim, ona lazımdır eyləmək təzim. Harda görsən ona səlam eylə, baş əyib qul tək ehtiram eylə. Ey oğul, bil ki, aləmi bikar, xuşk olan bir odundur layiqinar. Bunu bizdən deyibdirlər əqdəm, sənəti olmayan deyil Adəm. Put olub getsə də dövlətin zayə, yenə sənətdir əldə sərmayə. Elmdir əhli sənətin hünəri, elmsiz sənətin nədir səməri? İttifak ilə dost ilə hər an, İttifak ilə əmr olur asan. Dəhr etmə ittifaqa həvəs, İttifak ilə kəsirlər olmuş kəs. Vardır ey bağı ömrümüz səcəri, İttifak etməyin gözəl səməri. İttifak eyləyəndə 5 barmaq, xeyli asandır bir şey tutmaq. Kim yoxdur ey sərvərim tək əldə səda, İttifak ilədir sürur-i səfa. Kim ki bəs birdir eyləsə hasil, oldu bu neyməti təmamə yetiş. Cəhd qıl neyməti təmamə yetiş, elm təhsil qıl məqamə yetiş. Neden musikiye verilir? Tedbirimizi şehir 4 sayılı tam orta mektebi 8. sınıf şagirdi Rəhimli Röya devam ettirecek. Buyurun. Aman
Şərq poeziyasının ənənələri əsasında yazıb yaradan şair, bədii sözü elə məharətlə, elə ustalıqla yerində işlətmişdir ki, şeirdəki bütün duyğu və düşüncələri, sevinç və istirahları yaşamaya bilmirsən. Duyğular sözlərə, sözlər musiqiyə çevrilir, qəlblərə götür. Sözü yenə də şagirdlərimizə verilir. Şəhər 4 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Beycullayev Tümar, şəhər 1 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Musayeva Həlimə buyursunlar. Ey gül, nə rəvadır səni meyxarə desinlər, bədnam desinlər səni, avarə desinlər. Xəlvət nə rəva qeylə, ey Yusuf-i Sani, kim pirəhəmin ismətli parə desinlər. Xurşid-i yardımca səni hər gecə tasül, eyvah, nə layiq ki səyyarə desinlər. Hər qəlbi qaran nakəsilə eyləmə ülfət, heyfa, sən aləmdə üzrvarə desinlər. Seyyid təkid etmə həvəsi bali gülcün, qorxunmudur ey mahzəni meyxarə desinlər. Nə uzun bağlayarım, nə meyim var mənim. Seyri cüzlarda bihudə, nəyim var mənim. Sizin talihiniz, neyim məradım mənim. Bugün sagi əlimdən dileyim mənim. Mənə mənim dileyim, də vardır sagi. Şiir gəmiyim, hiç gəlişimdə kim var mənim. Can sənin, resim sənin, qeyr sənin, əmr sənin, cümlə sənsən bu arada, hər nəyim var mənim. Məni seyyid təki tək, qurşi meyxanələrə, artırır gəndəh məsciddə nəyim var mənim. Yine musiqiyle devam ettirilir. Şəhər 6 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Hüseynli İlkin buyursun.
Şirvan'ın lirikası hakkında danışacağım. Buyurun. Yorulmaz. Yorulmaz. Evet, Seyyid Əziz Şirvan'ın yaratıldığında en mühim yeri onun lirikasıdır. Ve bu sənətkarın dühasının əzəməti bütün aydınlığıyla onun qəzəllərində və lirik şeirin müxtəlif növlərində yazdığı əsərlərdə üzə çıxır. Çox qüdrətli sənətkardır. 19-cu əsrin ən nəhəng sənətkarıdır bu. Və eyni zamanda mənim diqqətimi cəlb elədiyi digər şairlərlə, mütəfəkkirlərlə müqayisə edəndə üstünlüyü mən Seyyid Əzizə verirəm. Çünki o tamamilə doğru yola düşmüşdü, doğru yol tutmuşdu, sağdan ve soldan olan akımlara hiç vaxt uymayıb, yolunu azmayıb, ədəbiyyatı əsl söz sənəti kimi ötürüb gələcək nəsillərə. Biz məsələn böyük Mirzə Fətəlini deyirik, şübhəsiz dahi bir sənətkardır. Amma o adam plastik irsə münasibətdə çox böyük səhvlər eləmişdir. Bugün tədqiqatçılar onu o qədər də demirlər, qeyd eləmirlər. Amma həqiqət budur ki, o, məsələn, dahi Füzulini şair hesab edəmir. Çox maraqlıdır. Özgə şeiri əla bilirdi, yaradıcılığa da şeirdən başlamışdı. Gözəl savadı da vardı, ilhamı da vardı. Ancaq yaşadığı mühit və ətrafındakı ab-hava onu dəyişdi. Onu bu qənaətə gəlməyə vadar elədi. O yenilik aktarışına çıxanda klasik irsə münasibətlər çox böyük səhvlərə yol verdi. Amma Seyyid Əzim belə deyil. Seyyid Əzim bütün şərq ölkələrində onlar qarış-qarış gəzmişdi. Çox yüksək təhsili vardı. O klasik irsi öyrəndi və ondan çox bəhrələndi. O başa düşdü ki, Nizamidən, Xaqanidən üzü bəri gələn söz sənəti böyük bir əmanətdir, ona dönüş çıxma olmaz. Nəyin xatirinə olursa olsun, yenilik xatirinə olsa belə, yenə də klasik bir mənəviyyatımızdır, qəzəl bizim mənəviyyatımızdır, millilik ədəbiyyatımızın yoludur. Buna qarşı çıxmaq qətiyyən, xüsusilə Füzuli kimi şair haqqında bu söz demək, bağışlanmaz səhvi və mən şəxsən ədəbiyyat müəllifi kimi, azdan çoxdan məlumatın ədəbiyyatı oxuyan bir adam kimi, mən bunu Mirzə Fətəliyə bağışlamıram. Bağışlamaq da olmaz, həqiqət belədir. Seyyid Əzim, məsələn, Vaqifi sevmirdi. Bu mənə özünü yanaydı. Zakirdən öyrənmişdi. Nizamidən, Xaqanidən, Füzulidən, Nəsimidən öyrənmişdi. Amma o, Vaqifi sevmirdi. Maraqlıdır, nəyə görə sevmirdi? Bu sualın cavabını siz gəzgilərdən tapa bilməyəcəksiniz. Özünüz fikirləşsəniz, məsələn, o qoşma yazmadı, heç vaxt. Təmsillər yazdı, mənzur hekayələr yazdı, didaktik, böyük nəsiyyətlər yazdı. Özdə çoxlu saydı, 100-dən çox onun hər janrda əsəri var. Amma heç vaxt qoşma yazmadı, yaza bilməzdi. Çünki qoşmada zəhləsi gedirdi. O, 18-ci əsrdən sonra ədəbiyyatımızda bir dönüş yarattığını gördü, səhv bir addım olduğunu bunu başa düşdü. Ona görə də Vaqifdən üst çevirdi. Baxmayaraq ki, Vaqif çox böyük sənətkardır, çox böyük söz ustasıdır və qədim klasik ədəbiyyatımızı, divan ədəbiyyatını əla edirdi. Amma zamanı onu dəyişdi. Vaqif də yeniləşən havaya uydu və klasik irsi çılpaqlaşdırdı o. Ona görə də Füzuli ilə Vaqifi müqayisə edəndə biz görürük ki, onların arasında yerlə göy qədər fərq var və bu cür ədəbiyyatda ədəbiyyatşünaslar onu yenilik kimi, yaxşı bir tendensiya kimi qiymətləndirirlər, amma o kökündən yanlışdır. Vaqif Füzuli tayı deyil. Həqiqət budur ki, Vaqifin əsərləri çox sadədir. O zahiri gözəllik aşiqidir. Zahiri gözəllik aşiqi isə dayaz şeirlər. Nə qədər gözəl şeirlər olsalar da onlar zəngin ədəbiyyat deyil onlar. Bu mənim şəxsi fikrim deyil. Mənimlə həmfikir olan adamlar var, ancaq rəsmi ədəbi tədqiqatlarda bu fikrə üstünlük verilmir. Vaqif məsələn Füzuli hətta sıxışdırır. Ekrem kimi götürüblər ki, həm Füzuli haqqında deyilir. Füzuli xəyali gözəllikləri təsvir edirdi, Vaqif isə real gözəllikləri təsvir edir. Gəlin buna görək, hansı bədii əsərdir? Hansında zənginlik var? Tematik çalar hansında çoxdur? Hansı əsr sənət əsəridir? Füzuli əlbəttə ölməzdir, dahidir. Bax, Seyyid Əzim də Füzulidən öyrəndi və
Seyid Əzimin qəzəllərinin sayı, hələ itib batanları, əlimizə çatanları bilmirik nə qədərdir. Əlimizdə olanları demək 1300-ə yaxındır qəzəli. Klasik şeirin başqa dövrlərində də onun gözəl əsərləri var. Bizim məhəbbət haqqında, qəzəllərin əsas mövzusu məhəbbətdir və bizim beynimizə yeridiblər. 70 il ədəbiyyatı biz keçdik, öyrəndik, səhv öyrəndik. Bizə ədəbiyyatda qəzəl deyəndə hə, iki sevgi, gənclər arasında sevgi, nə bilim, iki cavan arasında sevgi, qadın-kişi münasibətləri. Bu çox zahiri bir örtüklük, bununla danışıblar. Ən yaxşı əsərlər düzdür var, bunu danmaq olmaz, amma heç biri Seyid Əzim səviyyəsində əsər deyil, heç Füzuli ilə müqayisə olunma bilməz, sənət əsəri kimi. Demək, məsələn, zahiri gözəllik, vaqitdə təsvir edeyim, Seyid Əzim də deyil. Nədir zahir gözəllik? Bu insan üzü necə bir əsərdir ki, onun həqiqətlərindən yazmaqla tutarmır. Ölməz əsərlər yaranır, ancaq yenə də yaranır və əbədiyyət davam edir bu əbədiyyətə qədər. Məsələn, Seyid Əzim deyir, üzün hədisini dün söylədim bir ayə qədər. Görək ki, şərhini vaiz bilir bir ayə qədər. Bəli, vaiz bilə bilməz ki, üzdə hansı həqiqətlər var. Nəyin ki, vaiz heç bir bilə bilməli ki, üzdə hansı sirlər yatır. İnsan üzü Allahın şah əsəridir. Füzuli deyirdi ki, gözəllik, yəni ilahi gözəllik simasının aynasıdır. Allah cəmalının nurudur insan üzündə əks olunan. Bu fikri vaiz dərk edə bilməz, biz də dərk edə bilməliyik. Çünki biz ilahi elmlər keçməmişik, amma o ömrünün çoxunu ilahi elmlər öyrənməklə məşğul idi və həqiqəti deyirdi. Quranla əsaslanıb deyirdi, əsl müsəlman şairi kimi. Quranda yazılır 95-ci demək surənin 2-ci ayəsində biz insanı ən gözəl şəkildə yaratdıq, xəlq etdik. Bax, bu ayədir, Seyid Əzim deyir. Deyir ki, üzündə yazılan hədislər, gözəllik əlamətləri o qədər sonsuzdur ki, gecə oturdum, onu sənə mən danışdım, o sözlərin birini, vaiz heç mənasını başa düşərməz, onu izah edilmək üçün gərək ona ən azı bir ay vaxt lazımdır. Füzuli isə onu əla bilirdi və demək, Seyid Əzim də ondan öyrənerək deyirdi. Bayaq dediyim kimi, bunu öyrənmək üçün irfan elmindən xəbərimiz olmalıdır, Quranı bilməliyik. Biz deyirik, Seyid Əzim mütəfəkkir şair, mütəfəkkir bəs budur, çox dərindir, hədsiz dərindir. Hətta özü də deyir ki, nola gəl bilməsə, dil bilməsə, rəmzi, rüqü, cananı dürüst, kimdir o şəxs ki, bilər, məni, Qur'anı dürüst? İnsan üzünü Quranla müqayisə edir və Quranı deyir, başdan ayağa kimi ayələri izah edə bilən, elə bir adam var mı, indiyə kimi? Çoxlu Quran təfsirçilər olur, dahilər olur şərtdə, amma heç kim Quran ayələrini axıra kimi izah edə bilməz. İnsan üzü Allahın deyir, kitabıdır, müshəfdir, müshəf səhifələnmiş kitab deməkdir. Ona görə deyir ki, məsələn, belə bir şeir var, qəzəlində deyir ki, neyləyirsən müshəfi, zahid, cəmali, yarə bax, ayi-i nuri bəyan ilə, ləbi cananə bax, xət gəlib ərabilər kimi təvafi hüsnüvə, qıl tamaşa hüsnünə, ol kəsrəti zəvvarə bax, saçın tökül üzünə və elə bil ki, Kəbəni ziyarət edən ərəblərdir. Onlar da qara dərli olduğuna görə. Gör sənin üzün Kəbədir, mənim Kəbəmdir. Bunu necə başa düşmək olur? Üzü Quranla, hədislə, Quran ayələrini müqayisə etmək olarmı? Əlbəttə ona görə onu kafir adlandırdılar və məsciddə vəhşicəsini öldürdülər. Kimlər? Orta səviyyəli din xadimləri. Cahil adamlar və aqil müəllim dedi. Yəni, üzdən qaldıyanlar, Quranın ayələri dərk edəməyənlər, onun axırına çıxdılar, bu böyük dahi insanı məhv edədilər. Onun dediklərinin mində birini anlamadılar. Bu gün də anlamadılar. Bizim ədəbiyyat kitablarımız dəyişmədikcə, bu fikirlər yazılmadıqca, Füzuliyə, Seyid Əzimə olduğu kimi yox, hansısa bir mövqeydən yanaşıb izahlar yazılsa, bu ədəbiyyat olmayacaq. Çox təəssüf edirik ki, bizim vaxtımız institutda keçdik, ancaq biz plastik irki öyrənə bilmədik. Məsələn, mən onu sonralar oxuyub kəlmə-kəlmə öyrəndim. Məsələn, Seyid Əzimin belə bir qəzəli var. Deyir ki, bayaqki qəzəlin sonudur. Deyir ki, Kitab-ıllahıdır hər bərcü gül. Ey əndəli,
Öncəyə seyriliyi məstur olan əsrara bax. Bunu şərh eləmək üçün nə qədər kitablar lazımdır. Mən 1-2-3 ayəni çalışıram ki, daha doğrusu buradakı fikri izah edeyim. Öncə, ümumiyyətlə gül, qızıl gül, klasik ədəbiyyat həmişə qızıl gül vəsb olunur. Qızıl gül varlığın simvoludur. Biz deyirik 7 qat göylər, göyün təbəqələri, yerin təbəqələri, gülün ləçəkləri də təbəqə-təbəqədir, səhifə-səhifədir. O varlığın bir simvoludur, ideal bir simvoludur. Deməli, gülün ləçəklərinə baxıb Allahın kitabıdır bu. Onu səhifə-səhifə oxumaq olar. Deyir ki, diqqətlə yanaş və onu belə dərk elə. Gör orada nə yazılır? Gül nədir? Öncə formasına görə birisi cumulu olur, gülün cumulu formasıdır. İkinci mənadır. Demək, bu ərəb qrafikasında mim hərfinin həm sözün əvvəlində, həm ortasında yazılışına bənzəyir. Onun cumhur hissəsi, yəni mimin baş hərfi. Bu isə Məhəmməd Peyğəmbərin adına işarədir. Siz diqqətlə fikir versəniz, Məhəmməd sözündə 3 dənə mur var. Əhməd sözündə 1 mur var. Mustafa sözündə də bu mur var. Sonra mür, sonra bundan başqa demək, Muxtar sözündə mur var. Hamısı Allahın adlarıdır. Daha doğrusu Peyğəmbərə verilən adlardır. Demək, o işarə edir, gül həm də Peyğəmbərin simvoludur. Üçüncü, gülün o cumhur hissəsi qulaqdakı xalqıya bənzəyir. İçərdə boş olan xalqadır, ya üzümlə müqayisə olunur. Mənası odur ki, Məhəmməd Allahın quludur. Onun qulağını keçmişdə qulların, kölələrin qulağında həmişə sırğa olurdu, daha doğrusu o həlqə olurdu. O həlqə onun simvoludur, o da gülün qölçəsi formasındadır. Bax, görürsün, bunlar irfan ədəbiyyatıdır. Bir kəlməncə deyirlər. Mən Füzulini keçən tədbirin keçərində hazırlaşmışdım, onu da deyə bilmədim. Çünki tədbirimizin formatı elədir ki, bu barədə danışa bilmirəm. Demək, bunlar hamısı Füzulidən gəlmədir. Füzuli də belə dahildir, mütəfəkkir edir. Biz mütəfəkkir deyilik, amma mənasını o qədər aça bilmirik. Elə deyirəm, Seyyid Əzim çox böyük şair. Məsələn, deyir ki, hansı mən sizə 20-yə qədər gözəl deyə bilərəm orada. Bilmirəm, hansından başlayayım. Ancaq dediyim beytlər kifayət edir. Vaxtınızı almaq istəmirəm. O, nadir bir zəka sahibidir. 19-cu əsrin çox gözəl qəzəl ustasıdır. O vaxtı, o dövrdə çoxlu qəzəl şairləri yetişir. Saysaq qutarmaz. Onların içərisində çox görkəmlilər də var. Amma öz dövrünün böyük şairləri olub olar. İçərisində çox deyildi böyük şairlər. Amma seyyəzinə çata bilən ikinci bir şair yoxdur. Siz özünüz gördünüz, o müəllim kimi məktəbdə dərs deyir, məktəb açır, ömrünü elmə, gələcəyə, qəsləsə hədiyyə edir. Sizə bir haşiyə çıxın, sizə bir maraqlı məlumat deyəcəm. Mənim üçün maraqlıdır, sizin isə yəqin ki, maraqsız olmaz. Demək, onun kitabının adı bayaq müəllimə dedi, Aydın müəllimə. Dərsliyin adı balalara hədiyyə, o vaxt belə dərsliklər yazılır. Rəbiyə ətbal, yəni uşaqların fəsli, daha doğrusu baharı deməkdir. Ərəb dilindədir, amma orada uşaqlara hədiyyə eləmişdir. Cüzdə orada təmsil, hekayə, öyrü müəllimə dedir. Demək, onun uşaqlara hədiyyə elədiyi kitaba baxın, 19-cu əsrdə çıraq işığını yazmış, gecə şam kimi canını əldən bir adamdır. İndiki dövrün akademiklərinin kitablarına baxın. Balalara hədiyyə edirlər. Prezident 2002-ci ildə, 2005-ci ildə səhv eləmirəmsə, o fərman verir, sərəmdan verirdi ki, Latin qrafikada əlifbaya keçməklə bərabər kütləvi nəşrlər, bütün ədəbiyyatlar, ümumiyyətlə elmi ədəbiyyatlar kütləvi şəkildə nəşr olsun və məktəb kitabxanalarına hədiyyə edilsin, uşaqlara verilsin. Gəldi məktəbə. İndi baxın, görün, Seyyid Əzimin birinci cildini götürün, orada 30 səhifəli müqəddimə yazıblar. Baxın, görün, o müqəddimə nədir? Biabırçılıqdır. Götürüb oradan elə monografiyadan 70 bundan qabaq çıxmış monografiya kəsiblər, redaksiya eləmədən, baxmadan tərcüm ediblər kitabın üst səhifəsini, hə, kitab çap edib, pul basıb yiyiblər. Prezidentin ayaqqabı pulu yiyiblər. Kitabda orada da, dedim, baxın, 3 cilddə çap olunur. Halbuki Süleyman Rüstəm 1961-ci ildə onu öz zəhməti ilə çap eləmişdi. Dedim, baxın, gördüm, o qəzəllərə baxın, indikilərə baxın. Görün, aralarında nə qədər müqəddimə yaramır.
70-ci ildə yazılmış bir monografiyadan getirilən. Niyə indi o haqqında yazmırlar? Fikri töhbə olar mı balalara? Siz gələcəyə belə mi xidmət edirsiniz, hörmətli akademiklər? O kitabı nəşr edən onlarla adam var. Əsuliyyət daşıyırlar. Açın, baxın, görün, o yadıyım uşaqlar. Ondan nə öyrənə bilərik biz? Bizim balalar nə öyrənə bilərik? Bax, belə məsuliyyətsiz adamların hazırladığı kitabdır. Bu hədiyyə deyil, bu hədiyyə adına böyük biabırçılıqdır. Demək, yaraşmır cilalıya bir hərəkət etmək. Amma Seyid Əzmin şəxsiyyətinə baxın. Onun balalara elə dediyi sözlərə baxın, öğütlərə baxın, qanı, can bahasına yazılır. Mən deyirəm, 1835-ci ildə biraz onun özünün dediyi kimi deyim, biraz şairəli olacaq, dəbdəbələ çıxacaq, amma ürəyimin sözü. 1835-ci ildə Eyb aləmindən, uzaq mələklər aləmindən bir tənha quş uçub gəldi. Yer üzündə Şamaxı adlı bir ünvanda məskən saldı, orada insan dilində girib fəaliyyət göstərməyə başladı. Amma ayağı o Şamaxı torpağına deyən kimi tərəyə düşdüyünü anladı. Bildi ki, onun yeri deyil, amma özündə deyildi onun ixtiyarı. Onu göndərmişdir, Allah göndərmişdir. Və o əmrə tabi idi. O yaşadığı gündən, dərk edildiyi gündən həmin qəfəsdə çırpındı, çabaladı. Onun beyninin cövhəri, ürəyinin kədəri, ağrısı ağ vərəqlərdə qaraşdı. Naxış-naxış o ağ vərəqlərdən misralar göyərdi. Siz baxın o misralar. O misralar uzandı gəldi bizim dövrümüzə. Nabillərdən elə bir ki, işıq seyri axır. Diqqətlə baxsaq, onun misraları bizim ürəyimizə, beynimizə işıq ötürür. Duya bilən, közərtili könül sahiblərini axtarır o ünvan, o şair, o səs. Ağ varaq, həm də ağ divardır. Varağın iki üzü var. Arxa tərəfi, üst tərəfi. Arxa tərəfi o divarın arxasında olan Seyid Əzmin ölməyən, batmayan səsidir. O yetim səs bu tərəfdə dayanan, yaradıcılıq əzabları ilə uğrulan, yeni bədii söz axtarışına çıxan ilham sahiblərini axtarır. Onlara hayan olur, onları səsləyir, yenə şeir yazılır. O səsli çağırır yeni qələm sahiblərini. O səs ölmür, o səs əbədidir, heç vaxtı ölməyəcək. Çünki o səs Allah tərəfindən göndərilmiş, ona verilmiş bir taliyi, o bu taliyi yaşayır və heç vaxtlar öz taliyindən şikayət elədir. Amma özü tərkidədir ki, o əmrə tabidir, ondan çıxa bilmər. Özü deyirdi ki, mürgü bağı mələkutəm nəfəsi çərfə əsir. Bu əcəb təng ilə gör kim nəfəsim var mənim. İçəsəm aləm ara, dərd-ü qəmindən özgə, nə həvadarı, nə yavər, nə kəsim var mənim. Etmişəm gərçi bu dəm aləm-i nasuti vətən, ey könül böylədir, pi şübhəsim var mənim. Pi şübhəs nədir? Əvvəlim və sonu var. Mən oradan gəlmişəm. Məni tənha yalnız bilməyib. Ey könül, böylədir, pi şübhəsim var mənim. Kalivan getdi, könül, qafil edirsən nalə. Dəm nalədir, rəngi, cərəsim var mənim. Möhtü cismani ilə sanma mənim ölməyimi, seyyida, ölmərəm, aləmdə səsim var mənim. Çok sağ olun. Bir ədəbiyyat müəllimi kimi Səhnər müəllim, mən bizim söz ustadlarımızı müqayisə etməyə də sizin haqqınız olar. Siz ədəbiyyatşünassınız, amma biz ədəbiyyat müəllimlərinin heç birinin haqqı yoxdur ki, Vaqifi, Füzulinin Seyid Əzmin Şirvani ilə müqayisə edək. Onların hamısı Azərbaycan adlı bir ədəbiyyatın ulduzlarıdır. Hər kəsin öz işığı var. Damla yanan bizim bir səcərdimiz var. Canını fəda eləmiş sabirimiz var. Öz həyatını düşünmək, bütün Azərbaycanımızı düşünən Əhməd Cavad varsa, Mikail Müşfiq varsa, onları biz necə müqayisə edə bilərik? Mənə iradınızı sonra deyərsiniz. Amma mən bir ədəbiyyat deyəcəm. Sözü yenidən şagirdlərimizə veririk. Qızılağac kənd orta məktəbi 8-ci sinif şagirdi Fərizadə Gövhər, Şəkili kənd ümumi təhsil orta məktəbi 9-cu sinif şagirdi Adgüzəlova Ayan buyursun.
Öz şiirlerinizi söyleyin. Yüz sərbi xuraman ola, könlüm səni istər. Yüz bağı gülistan ola, könlüm səni istər. Yüz zöhrəcəli mahliqa, mehri dilara, 100 min məhi taban ola, könlüm səni istər. Bu zülmət-i zülfündə ləbin abi bəqamiz, 100 çeşme-i heyvan ola, könlüm səni istər. Ey xublərin şahı, könüldür sənə talib. Aləm hamı xuban ola, könlüm səni istər. Ey dost, bizə huri qılman nə gərəkdir? 100 huri qılman ola, könlüm səni istər. Seyid deyiləm bənd olan hər bir gülə alə, 100 qönçe-i xəndan ola, könlüm səni istər. Rəhm etmədi əhvalıma yarım, belə keçdi. Bir baxmadı ol nazlı nicarım, belə keçdi. Həncami bahar oldu işim, böyle xəzandı. Yarə, nez olur, çünki baharım belə keçdi. Gündüzlər işim nalə, gecə göz yaşı həmdəm. O zülfü ruh eşqində mədarım belə keçdi. Saldım özümü pay səməndiyinə o şahın, lütf etmədi ol şah suvarım belə keçdi. Yar özgələrin məclisinin oldu çırağı, mən hicridə qaldım, şəb-i tarım belə keçdi. Seyir, o qara gözlü mənim kəsdi qərarım, səhra-i məhəbbətdə qərarım belə keçdi. Buyurun. Çox sağ ol deyirəm, tədbir təşkilə, Səvər mənəmsə, Qal mənəm. Allah hər birisi var nəsin. Bir deyil, şair deyir ki, orada hakim edib başa çəkdilər, əyri şafa baxıb düzlə gələndir. Türkü dərsindən papaq düşdilər, astar qalıb düzlə gələndir. Yerindən duranlar qabağa zullu, özüm də bilmirəm bu nə güzündür. Əsl sənətkarlar ağzını yumdu, muğam dəvdən düşdü, sözü gələndir. Amma Allaha şükürlər olsun, Allah dövlətimizi var eləsin. Allah sizin kimi aqil, arif insanlar var olsun ki, muğamız dəvdən düşmür. Hər zaman belə gözəl günlərdə olasınız, Allah sizləri var eləsin. Eşq olsun sizlərə. Onu da qeyd edir ki, şair deyir ki, Çoban-oğlu rəqəbində bir şair olur. Bir beytində deyir, Çoban-oğlu körür verir o şuğa, bəxti sıxdı qalanlıqdan işığa. Qazandığınız qismət olsun biz aşığa da hakimə həkimə şurası. Eşq olsun sizlərə. Ən satın qəzəlləri daha bəxtimi mənə düşür. Burada bir qəzəl var. Mənim uşağım xalqarşı zabit nəvzadı olur. Mümayim muhamında bu qəzəli keçmişdik. Fərqi imanını gəlmək qədər şeytan aparır. O pəri çöhrə nədəndir ki, bəs iman aparır. İndi isə mən o qədəri seygah muhamında oxuyacam. Daha Allah hər gözü var olsun. Çox sağ olun.
Allah hörmətində olduğunu var eləsin. Onu qeyd edir ki, Allah bütün şəhidləri qan-qanı rəhmət eləsin. Əvvəllər Qarabağ şikəstəsini oxuyanda, toylarda, enşənlərdə adam niskili oxuyurdu. Amma şükürlər olsun Allaha ki, bu günləri ürəklə, şövqlə həm oxuyuruq, həm dinləyirik. Hətta qurban. Müəllimə, mən sizə bir balaca haşiyə çıxım ki, bir günləri görmədən də bir muğam sevən olur sizlər kimi. Hoş gördük, hörmətli iştirakçıları, əziz sənətkarlar, hamınızı bir daha salamlayırıq. Ümid edirəm ki, bu 2 saat ərzində həm əyləndik, həm dincəldik, həm bizim əlimizin xatirəsini yad elədik, ona yaradıcılığına bir səyahət elədik. Eyni zamanda da bizim bilirsiniz ki, regional təhsil idarələri müvafiq əmri var, bu ay ədəbiyyat aylığıdır. Aylıq çərçivəsində də biz ədəblərimizin birini həm yubileyi münasibəti ilə, həm də ədəbiyyat aylığı çərçivəsində biz ədəbimizin həyat və fəaliyyətinə bir nəzər salırıq. Sizlər var olun, yaxşı ki, sizlər varsınız. Ümid edirəm ki, bizim qarşıda ədəbiyyat aylığı hələ ki, yəni may ayı sona hələ çatmayıb. Bu cür tədbirləri də məktəblərdə, sizlər də təşkil edəcəyiz təbliğdə, komanda olaraq, heyət olaraq məktəblərdə də neyəcək, çıxış edə bilərik. Tədbirin ərsəyə gəlməsində, xüsusilə də Səydər müəllimə bilirsiniz ki, o aprel ayından bundan bağlı təşəbbüs edib və biz də o təşəbbüsü dəyərləndirmişik, ona bacardığımız qədər dəstək olmağa çalışmışıq ki, tədbir ərsəyə gəlsin və üzmütlü burada çalışan müəssisə rəhbərlərinə, onların məktəblərin müəllimlərə yenə də səslənirəm. Biz istənilən təklifi, istənilən yaradıcı işi dəyərləndirməyə hazırıq. Sizlər hər bir təkliflə, ideya ilə çıxış etdiyi tədbirdə bizlər də ona maksimum dərəcədə dəstək olacaq, kömək olacaq. Çox sağ olun. Bundan sonraki bu cür tədbirlərin davamlı və axarında olmasını arzu edirəm. Sağ olun. Səyyar müəllim, sözünüz varsa buyurun. Bu sənəcə təşəkkür varsa buyurun. Tədbiri keçirməsində mənə yaxınlar kimi göstərən insanlara veriblər hər biri. Mən bundan fərəhlənirəm. Məndə həvəs yaradır bu. Nə yaxşı ki, siz varsınız. Bizim musiqiçilərə minnətdarlığımı bildirirəm. Tarixən Zahir müəllimə, Rəşad müəllimə, sizə həmçinin hər biriniz, Rəşad müəllim deyil, qoyulardan çıxmaz. Demək, hər birinizə təşəkkür edirəm, vəziyyət çəkdiniz. Şəkinə müəllimə, bizi zəhmətiniz çəkir. Hər birinizə, yaddan çıxan məncə olmadı, varsa var, üzrdə hesab edin. Hər birinizə minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, belə tədbirlər çox olsun. Mən baxdım, birinci tədbirə nisbətən, ikinci tədbir, baxıram ki, həvəs artır. Demək, potensial çoxdur. Sadəcə o üzə çıxmalıdır, biraz fəallıq göstərsə çıxar üzə. Çoxdandır tədbir olunurdu. Keçən il birinci addım atdıq, məndə həvəs yarandı, ikinci addımı da atdıq. Arzu edirəm ki, davamlı olsun. Bizdən qalan bu işlər olacaq, yəqin ki, yaxşı işlər olar. Hamınıza can sağlığı arzu edirəm, həyatınızda hər birinizə gözəl günlər. Diləyirəm. Cəzalımız kiçikdir, gələn dəfə daha böyük tədbir təcəllər qismət eləsin. Sağ olun, hər birinizə minnətdarlığım edirəm. Gəlişiniz üçün çox sağ olun, ədəbiyyatçılar, digər qonaqlar. Ədəbiyyatçılar varsa, belə gözəl tədbirlər davamlı olacaq. Sağ olun, var olun. Gəldiyiniz üçün çox-çox təşəkkür edirəm.